Bir tərəfdən uçuq sökük, bir tərəfdən narkomanlar. Gəlirlər, çox gəlirlər bura. Sumqayıt şəhəri 42-ci məhəllədə yerləşən 35 nömrəli internet məktəbinin binasında yaşayan ailələrdən biri mövcud vəziyyətlə bağlı ciddi narahatlığını ifadə edir. Onların sözlərinə görə əslində binada yaşayan bütün sakinlər bu vəziyyətdən narazıdır. Lakin məsələni ictimai şəkildə yalnız həmin qadın dilə gətirib. 2004-cü ildə mən bura qaçqın məcburi köçkün ailəsinə gəlin gəlmişəm. Qaynanam, qaynatam rəhmətə gedəndən sonra mən onların qeydiyyatına düşə bilməmişəm. Yoldaşım da bura qeydiyyatındadır, Sumqayıt qeydiyyatındadır. Onlar rəhmətə gedəndən sonra mən burada qaldım. Mənə yəni verilmədi də ev. Burada qaldım. İndi çox yəni qaldığımız yerdə acınacaqlı vəziyyətdədir. Bir tərəfdən uçuq sökük, bir tərəfdən narkomanlar, pəncərələrim, evdə otura bilmirəm. Uşaqlar içəridə daşqalaq eləyirlər, pəncərələrimi qırıq-qırıq indi görə bilərsiniz, göstərəcəm hamısını. Qadın bildirir ki, bu binada uzun illər məcburi köçkün ailələri məskunlaşıb. İşğaldan azad edilmiş ərazilərə qayıdış prosesi başladıqdan sonra həmin ailələrin əksəriyyəti öz doğma yurdlarına köçüb. Lakin o özü yerli Sumqayıt sakini olduğuna görə məcburi köçkün ailəsinə gəlin gəlsə də dövlət tərəfindən mənzillə təmin olunmayıb. Həyat yoldaşı Qubadlı rayonundan məcburi köçkün ailəsinə mənsub olsa da, onun da Sumqayıtda qeydiyyatda olması səbəbindən azad edilmiş ərazilərdə mənzil almaq hüququ yaranmayıb. Nəticədə ailə həmin binada yaşamağa məcbur qalıb. Yəni burada qalmışam, acınacaqlı vəziyyətdəyəm. 2 körpə uşağım var. Yoldaşım da məni qoyub çıxıb gedib. Mən çox xahiş eləyirəm bizim Bağçada. Çox xahiş eləyirəm mənim bu işimə baxılsın. Müraciət eləmişəm. Ancaq heç baxan yoxdur, gəlib gedəndə yoxdur. Elə bu vəziyyətdə də qalıram. Məsələn, mən gələcəyin əsgərim böyüdürəm. 2 dənə körpə uşağım var. Sabahsı gün mən vətənimə əsgər böyüdürəm. Hazırda binada cəmi 3-4 ailə yaşayır. Digər ailələrin köçməsindən sonra bina demək olar ki, nəzarətsiz vəziyyətdə qalıb. Sakinlərin sözlərinə görə ərazi narkotik istifadəçilərinin və müxtəlif təsadüfi şəxslərin toplaşdığı məkana çevrilib. Bu isə orada yaşayan ailələrin təhlükəsizliyi üçün ciddi risk yaradır. Yox, təzə. Gəlirlər, çox gəlirlər bura. Bundan əlavə, binanın texniki vəziyyəti də olduqca ağırdır. Tikili qəzalı vəziyyətdədir. Uzun müddətdir əsaslı təmir aparılmayıb və antisanitar şərait hökm sürür. Mövcud vəziyyət həm sağlamlıq, həm də təhlükəsizlik baxımından sakinlərin normal yaşayış hüququnu ciddi şəkildə məhdudlaşdırır. Sakinlər aidiyyəti dövlət qurumlarından problemin yerində araşdırılmasını, binanın təhlükəsizlik vəziyyətini qiymətləndirilməsini və həmin ailələrin layiqli yaşayış şəraiti ilə təmin olunması üçün müvafiq tədbirlərin görülməsini xahiş edirlər.